Sabahınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərdən xəbər tutmaq istəyirsinizsə, ekran qarşısına bir qədər yaxın əyləşin. Ekonomiks vaxtıdır. Şahdəniz 2 layihəsi Azərbaycanın iqtisadi və siyasi həyatında ciddi əhəmiyyət daşıyır. Dövlət Neft Şirkətinin vitse-prezidenti Hüseyin Məmmədov belə deyib. Şirkət rəsmisi hesab edir ki, bundan sonraki hədəf əldə edilən qazı Avropa bazarına təhlükəsiz çatdırmaqdır. Şahdəniz 2 layihəsi sözsüz ki, bildiyiniz kimi, yəni bu dünyada qaz layihələri arasında ola bilsin ən zəngin, ən böyük layihələrdən biridir. 45 milyar həcmində investisiya qoyulacaq. Bu proyekt əsasında 6 ölkə bu proyektdə iştirak edəcək. Və ümidvar ki, planlaşdığımız şəkildə Azərbaycan qazının ilk dəfə Avropaya çatdırılmasını biz nail olacağıq və əldə edəcəyik. Azərbaycan neft nəqlini artırıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən 11 ay ərzində 49 milyon ton Azərbaycan nefti magistral kəmərlərlə nəql edilib. Qaraqızılın 4də 3 hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınıb, yəni 30 milyon ton qaz kəmərləri vasitəsilə 18 milyard kubmetr mavi yanacaq daşınıb, bu da 3,5% artım deməkdir. Mavi yanacağın 24%-i Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilib. Azərbaycanda orta aylıq əmək haqqı isə artıb. Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir. Belə ki, yanvar-oktyabr aylarında orta əmək haqqı 416,7 manat təşkil edib. Bu da 7% artım deməkdir. Orta aylıq əmək haqqının ən yüksək göstəricisi neft sektorundadır. İqtisadiyyatın bu sahəsində orta maaş 549 manat, qeyri-neft sektorunda isə 387 manat təşkil edib. Dövlət bölməsi işçiləri orta hesabla 337 manat, özel bölmədə çalışanlarsa 539 manat maaş alıblar. Komitənin hesablamalarına görə ölkədə daha yüksək əmək haqqı mədən çıxarma sənayesi, maliyyə sığorta fəaliyyəti, rabitə və informasiya sektorundadır. Azərbaycanda mobil rabitə tariflərinin azaldılması istiqamətində yeniliklər olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə belə deyib. Onun sözlərinə görə hazırda bu məsələ müzakirə olunur və mobil operatorlar, eyni zamanda dövlət qurumları ilə iş aparılır. Nazir müavini əlavə edib ki, bu istiqamətdə addımların atılacağı və qiymətlərdə dəyişikliklərin olacağı gözlənilir. Azərbaycanda qızıl hasilatı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2013-cü ilin 11 ayında Azərbaycanda 1,5 ton qızıl çıxarılıb. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 6,3% çoxdur. Gümüş istehsalı isə 11,2% artıb. Bu dövr ərzində mədən çıxarmada 5,2% azalma qeydə alınıb, yəni hasilat 2 milyon tona yaxın olub. Birləşmiş Ştatlar Senatı nəhayət ki, büdcə layihəsini təsdiqləyib. Amma respublikaçıların xərclərin azaldılmaması tələbi hələ də təmin edilməyib. Müvəqqəti razılıq əldə olunacaq, bu şübhəsizdir. Lakin sizə əmin edirəm ki, yazda dövlət borcu limitinin barədə yeni çəkişmələr yaranacaq. Borc limitinin növbəti artımını prezidentə təsdiq etmək heç asan olmayacaq. Fikir ayrılığı və qeyri-müəyyənlik kritik vəziyyət yaradacaq. Birləşmiş Ştatlar Federal Ehtiyatlar Sisteminin növbəti toplantısı keçirilib və 2 günlük müzakirələrdən sonra gözlənilməz qərarlar alınıb. 2013-cü il üçün keçirilən son toplantıda Açıq Bazar üzrə Federal Komitə üzvləri aktivlərinin alışını 85 milyard dollardan 75 milyard dollara qədər azaldılması barədə qərar qəbul ediblər. Kəmiyyət yumuşaldılması proqramının tərkib hissəsi kimi ay ərzində dövlət istiqrazlarının alışı 45 milyard dollardan 40 milyard dollara qədər azaldılıb. Bundan əlavə qiymətli ipoteka istiqrazlarına bağlı qiymətli kağızların alışı isə 40 milyard dollardan 35 milyard dollara endirilib. Satın alma qərarına Federal Ehtiyatlar Sisteminin 10 üzvündən 9-u lehinə səs verib. Yalnız Bostonun Federal Ehtiyatlar Sisteminin rəhbəri Eric Rosengren qərarı və lehinə səs verib. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının göstəricilərinin yaxşılaşması ilə stimullaşdırma proqramları da azalacaq. Əsas məqsədimiz milli iqtisadiyyatın inkişaf tempini yüksəldilməsidir. Qarşıdakı illər ərzində hər kəs müsbət irəliləyişlərin şahidi olacaq.
Açıq bazar üzrə Federal Komitə Amerika Birləşmiş Ştatlarının ümumdaxili məhsul göstəricisinin artım tempi, enflyasiya və işsizlik səviyyəsi barədə hesabatını da açıqlayıb. Sənəddə əksər proqnozlar yenilənib, belə ki 2014-cü il üçün proqnozlaşdırılan ümumdaxili məhsul göstəricisinin üst həddi 3,1%-dən 3,2%-ə qaldırılıb. Federal Komitə hesab edir ki, gələn il ərzində işsizlik səviyyəsi 6,8%-dən 6,3%-ə enəcək. Avropa Birliği'nin Maliye Nazirlərinin növbəti toplantısı məhsuldar keçib. Uzun sürən müzakirələrdən sonra banklarla bağlı qərarlar qəbul edilib. Avropanın Maliye Nazirlərinin toplantısında bankların likvidasiyası ilə bağlı planın detalları dəqiqləşdirilib. Bundan əlavə, bank birliyinin yaradılması üçün yol xəritəsinin hazırlanmasına başlamaq barədə tapşırıq verilib. Nazirlər hesab edirlər ki, birliyin yaradılması maliyyə sektoruna olan etimadı bərpa edəcək və inkişafını təkan verəcək. Daha sonra onlar 5 illik maliyyə böhranından sonra vahid nəzarət mexanizminin qurulmasının vacibliyini ifadə ediblər. Zənn edirəm ki, Avropalı nazirlər bank birliyinin yaradılması üçün yekun razılığa gələ biləcəklər. Maliyyə bazarındakı mövqeyimizi möhkəmləndirmək üçün bu vacib amildir. Birliyin yaradılması uzun zaman ola bilər, çünki mexanizm mürəkkəbdir, lakin hər şey öz əlinizdədir. Prosesi vaxtından tez bitirə bilərik. 7 saatlıq müzakirələrin sonunda bankların likvidasiyası üçün vəsaitlərin hardan alınacağı barədə razılığa gəlib. Yeni yaradılan problemlərin həlli üzrə vahid mexanizm, vahid nəzarət mexanizmi ilə birgə fəaliyyət göstərəcək. İki orqan arasında aparılan məlumat mübadiləsindən sonra bankların problemlərinin həlli barədə qərar qəbul olunacaq. Problemlərin həlli üzrə vahid mexanizmin gəlirləri isə maliyyə təşkilatçılarından yığılan vəsait hesabına formalaşdırılacaq. Banklar problemli maliyyə təşkilatlarının likvidasiyası üçün 10 il ərzində 55 milyard avro vəsait ayırmalıdır. Əgər vəsait çatışmazlığı olarsa, o zaman hökumət banklardan fonda ayrılan vəsait həcmini artırmağı tələb edə bilər. Bundan sonra bankların fəaliyyətində hər hansı çətinlik baş verərsə, ölkənin maliyyə ehtiyatlarından istifadə olunacaq. Yeni mexanizmin 2015-ci ildən tədbirinə başlanacağı gözlənilir. Regionun aparıcı banklarına nəzarət 2014-cü ilin sonuna qədər Avropa Mərkəzi Bankına həvalə edilib. Mısır və Tunisin keçmiş prezidentlərinin İsveçrə banklarındakı aktivlərinin həbs müddəti daha 3 il uzadılıb. Mısır və Tunisin hökumətinin bank hesablarının mənbəyinin araşdırılması üçünsə müəyyən vaxt verilib. İsveçrə hökumətinin yeni qərarına əsasən Misir və Tunisin sabiq prezidentlərinə məxsus 858 milyon dollar həcmində aktivlərin həbsi daha 3 il uzadılıb. İsveçrə prezidenti və 6 nazirdən ibarət Federal Konfederasiya Şurasına təqdim edilən sənədə əsasən vəsaitin əsas hissəsi Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə məxsusdur. Onun həbsdəki aktivləri 790 milyon dollardır. Tunisin keçmiş prezidenti Zine El Abidin Ben Əlinin isə 68 milyon dolları pulu qalıb. Şuradan bildirilib ki, əsas məqsəd Misir və Tunisin cari hökumətlərinə həmin vəsaitlərin mənbəyini araşdırmaq üçün vaxt verməkdir. Məlumat üçün bildirək ki, İsveçrə hökuməti Misir və Tunis hesablarını 2011-ci ildə başlanan ixtişaşlar və çevrilik səbəbilə dondurmuşdu. Hökumət hesab edir ki, sözü gedən ölkələrdəki siyasi dəyişikliklər bu pul vəsaitlərinin mənbəyini aşkara çıxaracaq səviyyədə deyil. Şura bu barədə hər hansı araşdırma aparmasa da aktivlərin beynəlxalq hüquq normalarına uyğun olmadığı qənaətindədir. Birləşmiş Ştatların FedEx Express daşıma şirkəti 30 noyabrda tamamlanan maliyyə ilinin yekunu ilə bağlı hesabat verib. Bu barədə şirkətin icraçı direktoru Frederick Smith məlumat verib. Son maliyyə ilində göstəricilər gözlədiyimizdən də aşağı oldu. Bu dövr ərzində sutkalıq sifariş sayı 5% aşağı düşüb. Lakin sentyabr-noyabr aylarında xalis gəlirlərimiz 500 milyon dollar artıb. Bu da hər səhəm üçün 1,6 dollar artım deməkdir. Şirkətin mənfəəti də 3% artaraq 11,4 milyard dollar olub. Növbəti maliyyə ilində göstəricilərimizin əlavə 15% yüksələcəyinə ümid edirəm. Birləşmiş Ştatlarda növbəti dəfə neft məhsullarının həftəlik hesabatı açıqlanıb. Ölkənin Energetika Nazirliyindən verilən məlumata görə benzin fiyatları 1,3 milyon barel artaraq 220,5 milyon olub. Distillat fiyatları isə 2,1 milyon barel azalaraq 116 milyon barel olub. Baxmayaraq ki, analitiklər bu ehtiyat növündə 1 milyon barellik artım proqnozlaşdırırdılar. Neft ehtiyatları isə 2,9 milyon barel azalaraq 372,3 milyon barel olub. Buradan analitiklərin 3,5 milyon barellik azalma proqnozu doğru çıxmayıb.
Enerji daşıyıcıları bazarında artıq artım var. Light markalı neftin qiyməti yüksəlib. Bu markadan olan qara qızılın bir bərili indi 97 dollar 79 sentdir. London birjasında hər raca çıxarılan Brent markalı neftin qiyməti də yüksəlib və hazırda bir bərili 109 dollar 43 sentə təklif edilir. Amerika indekslərində isə eniş davam edir. Dow Jones, S&P 500 və Nasdaq 100 təxminən 0,2% ucuzlaşıblar. Yaponiyanın Nikkei 225 indeksi dəyərini 1,2%-ə qədər artırıb. Avropa qiymətli kağızlar bazarında isə müsbət dinamika qeydə alınıb. Almaniyanın DAX indeksi 1,46%, Böyük Britaniyanın FTSE 100 isə 1%-ə yaxın bahalaşıb. Qiymətli metallar bazarı əsasən mənfi dinamika nümayiş etdirib, qızıl 1%-dən də çox ucuzlaşıb. İndi bu metalın bir ünsiyası 1205 dollara satılır. Gümüşün qiyməti 2% ucuzlaşıb və indi 19 dollar 34 sentdir. Platin 1323 dollara düşüb, palladium demək olar ki, dəyişməyib. Misin bir tonu 7202 dollara enib, alüminiumun qiyməti isə 1786 dollardır. Bu isə 1%-dən də çox ucuzlaşma deməkdir. Avro dollar 1.3682 həndəvərindədir, dollar yen 104 ətrafında dəyişir, funt sterling dollar isə 1.6370-ə enib. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 8 qəpik, Rusiya rublu 2,4 qəpik, Türk lirəsi isə 38 qəpik yarım. Bu qədər bugünün əsas iqtisadi yeniliklərini Ekonomiksə təqdim etdik. Sağlıqla qalın.